Rusiya geri çəkilməkdə olan Rusiya birdən-birə niyə indiki vəziyyətə gəldi? Niyə dönüş oldu? Yəni, səbəb nədir? İndi Trump'ın Rusiya ilə münasibətlər sistemi dilə gətirilir. Əslində, Amerikanın Avropanı təhdid eləmə, Avropanı yenidən nəzarəti altına alma üçün qurduğu Rusiya ilə bir oyun kimi təhlil eləyənlər var. Hamısı var. Amma bilinməlidir ki, burada bir dərin oyunlar da var. Bu oyunların kökündə o dayanır ki, məsələn, Almaniya sənayesi Rusiya qazı ilə işləyirdi. Müharibə başlayan kimi şimal axını partladı. Siz indi bugün Areşniklərdən danışırsınız, o məsələn detallıdır. Ən önəmli məsələ Baltik dənizində Rusiyadan Almaniyaya gedən qaz xəttinin, şimal axınının partladılması idi. Bax, yaxın şərqdə bu qədər müharibə gedir. Amma neft kəmərləri partlamır. Bizdə müharibə getdi, neft kəmərinə dayan olmadı. Neft kəmərləri daha böyük məqsədlər üçün və daha ciddi qərarlarla partladılır. Bu mənada orada o partladıldısa, deməli burada bir artıq Almaniya ilə İngiltərənin də bir rəqabəti var. Yəni biz burada sırf durub təhlil eləsək ki, sizin efirə xas, efirdə danışanların çoxunun danışdığı ritorika ilə mən də danışası olsam ki, Rusiyada avtoriter rejim bir qəfdə demokratikdir. Ukrayna istəyir ki, demokratik dünyada yer alsın. Rusiya da buna imkan vermir. Demokratik dünya ilə Rusiya avtoriterizmdə demokratiya savaşır. Belə bir şey yoxdur. Deyildir. Belə onda? Nədir onda? Burada maraqlardır. Birincisi dünyada, bax, onda icazə verin, deyim, xahiş edirəm. Dünyada liberal iqtisadi model çöküb. Necə? Əvvəl dedilər ki, biznes sərbəst olsun dünya iqtisadiyyatında, əsas inkişaf eləmiş ölkələrdə, rifah cəmiyyətlərində. Bu rifah yaradacaq. Dövlət qarışmasın iqtisadi strukturlara. Bir mexanizm quruldu. Həqiqətən rifah yaratdı. Demokratik ölkələrdə rifah, liberal iqtisadi model yaratdı. Amma nə baş verdi? Dövlət ki, biznesdən əlini çəkdi, nə qədər ağıllı adamlar idi, hamısı getdi biznesə. Nə qədər onlardan biraz az ağıllı olanlar siyasətə gəldi. Siyasətə gələrkən biznes başladı çiçəklənməyə. Çünki sərmayə böyümək istəyir, durmadan. Dünyanı hər yerində transmilli korporasiyalar böyüməyə başladılar. Və transmilli korporasiyaları böyüyərək elə bir hala gəldilər ki, siyasəti və siyasətçiləri udmağa başladılar. O qədər gücləndilər ki, dünyada. Transmilli korporasiyalar, indi bax, Trump necə gəldi? Məsələn, bax, biznesdən gəldi. Əvvəllər siyasət adamı, məsələn, bu proses nə zaman? Əvvəl bax 18, 19, 20-ci əsrlərin siyasi xadimlərinə baxın. Bu siyasi xadimlər dünyaya vizyonu var. Dünyaya yön verir. Onun qərarları ilə dünya şəkillənir. O siyasi liderlərdən bugün demək olar yoxdur. Amma transmilli korporasiyalar o zaman siyasətin təyyarələrə dolduğu 20-ci əsrdə aparıb dünyaya təqdim elədi ki, mənim biznesmenlərim də bunlarla iqtisadi münasibətlərdə bu dövlət bundan iş görsün, iqtisadiyyat da ora girsin. Amma indi tərsinədir. İqtisadiyyat özü siyasətə diktə eləyir. Və bu nə baş verdi? Dövlət siyasət iqtisadiyyatdan əlini çəkdikcə, iqtisadi siyasətdən də əlini çəkdi. Necə? Transmilli korporasiyalar başladılar çox böyük pullar qazanmağa və dünyada disbalans yarandı gəlirlərin bölgüsündə. Azlıq, 10% azlıq dünya gəlirlərinin 90%-ni götürdü. Yerdə qalan 90% çoxluq 10%-ni. Və bu sivil rifah ölkələrində də insanlar siyasətdən əllərini götürdülər deyə biznesə yönəldilər və seçkilərə getmədilər. Demokratik ölkələrdə insanların seçkiyə getmə faizi 25-30%-dir. İnsanların böyük əksəriyyəti siyasətdən uzaqlaşan kimi siyasət qaldı biznesin pulunun əlində. Trump'ın ümidinə. Bəli, siyasət qaldı biznesin əlində, pulunun əlində və siyasətçilərə yön verməyə başladılar ki, bu qərarları verin. Bütün qərarlar böyük transmilli korporasiyaların xeyrinə qəbul olundu. Gəlirlər buralara çox gəldi. İndi bugün nə baş verir? Bugün dünyada bu sistem çökür. Niyə çökür? Çünki dünya əhalisinin böyük hissəsi bu zənginlərin mərhəmətinə möhtac qalıb. Bunlarda mərhəmət eləmir. Bu qədər milyarder var dünyada, amma bu qədər də səfil insan var. Və burada artıq sol güclənməyə başlayır, sol ideologiyalar güclənməyə başlayır. Ölkələr, sivilizasiyalar, mədəniyyətlər bir-biri ilə qarşı durmaya başlayır. Çünki ortaq bir yeni düzənin mədəniyyəti ortaya çıxmır. Çünki o mədəniyyət antologiyasını yaratmaq lazımdır. Qərbdə elm var, texnologiya var, pul var.
Amma sosial struktur yoxdur. Şərqdə sosial struktur var, insan var, bunun subyekti olan mədəniyyətin. Amma burada da pul yoxdur, rifah yoxdur, ədalət yoxdur, hüquq yoxdur. Ortaq bir mədəniyyət ortaya çıxana kimi bu qarşıdurmalar dərinləşəcək. O cümlədən də Rusiya ilə Ukrayna arasındakı qarşıdurma da bir mənada Ləman xanım, bax bu qlobal təlatümün bir tərkib hissəsidir. Çünki dünyada insan faktorunun özü də dəyişir. İnsan 50 il qabaqçı insandır ki, siyasət də 50 il qabaqçı siyasət olsun. İnsan bugün dəyişib. İnsanlar bugün bir-birlərinə agresivdir. Bu Schopenhauer'ın məşhur kirpi dilemması anlayışı var da, deyir, kirpilər soyuq havada, üşüyəndə bir-birlərinə yaxın gəlirlər. Bir-birlərinə yaxın gələndə tikanları bir-birlərinə batır. Batanda aralaşırlar. Aralaşanda təhdə yaşamaq olan şey deyil, yenə üşüyürlər. Məcbur olurlar, yenə yaxınlaşırlar. Amma nəhayət bir neçə dəfə yoxlayaraq ən optimal məsafəni tapırlar ki, həm bir-birlərini isidirlər, həm də tikanlarını bir-birlərinə batırmırlar. Amma insanlar bu münasibətlər sistemini çox gec tapa bilir. İnsanlar bir-birlərinə agresivdir, o tikanlarını batırır. Ayrı-ayrılıqda da yaşamaq olmaz. Məcbur sən o sosial sistemin içindəsən. Dolaylı olaraq insanların bu ruh halı, insanlar da, dövlətlər də insanlardan təşəkkül tapdığı üçün, siyasi liderlər də insanlar olduğu üçün, bunların o ruh halı qlobal siyasətə də özünü göstərir. Bu mənada qlobal qarşıdurma davam eləyəcək ta o vaxta kimi ki, yeni beynəlxalq münasibətlər sistemi oturacaq. Çünki yeni sənaye inqilabı yeni siyasi, iqtisadi, sosial şərtlər yaradıb və bu sosial, iqtisadi, siyasi şərtlərə uyğun da bunun bir mədəniyyəti, kültürü yaranmalıdır. Bunun bir dili yaranmalıdır. Bunun bir siyasi leksikonu yaranmalıdır. İndi dünya siyasətində siyasi leksikon bitibdir. Məsələn, Trump bir gün tamamen anti-Rusiya danışır. Onu ən avtoritar ölkə adlandırır. Barışmaz ölkə adlandırır. Demokratiyanın olmamasını itham eləyir. Bir müddət sonra, bir həftə sonra durur, deyir ki, biz Amerika olaraq strategiya qəbul eləmişik, dünyada avtoritar liderlərin heç birinin işinə qarışmayacaq. Kim nə təhsil istəyir eləsin, Amerika bütün səfirliklərə, diplomatik korpuslara deyib ki, ölkələrin daxili işlərinə qarışmayın. Və yaxud Avropa. Avropa bir gün deyir ki, biz Ukraynanın yanında olacaq, axıra kimi olacaq. İki tərəfli müqavilələrini imzalayırlar Ukrayna ilə təhlükəsizliklə bağlı. Amma o müqavilələrin içərisində Ukraynada qoşun gətirmək, Ukraynanı müdafiə üçün, Ukrayna ərazisinə, o qərb ölkələrinin qoşunu gətirmək maddəsi yer almır. Silah verirlər, o da bayaq dediyimiz kimi sınırlı. Yəni burada çoxlu maraqlar var. Təkcə söhbət Ukraynanın qalib gəlməsindən və ya Rusiyanın qalib gəlməsindən getmir. Amma bir trend hiss olunur ki, Rusiya ilə Qərbin və ya Böyük Britaniyanın ayrıca və ya Amerikanın birbaşa, bunu mən dəqiq deyə bilmərəm, münasibətlər sistemində bir yaxınlaşma var ki, Rusiya bu qədər sərbəstdir. Rusiya Ukrayna cəbhəsində qalib görünməyə başlayır. Rusiya Ukrayna cəbhəsində inisiativanı ələ alır, təşəbbüsü ələ alır. Və Rusiyaya iqtisadi sanksiyalar artan xətlə getmir. Rusiyaya əgər gerçəkdən Rusiyanı durdurmaq istəsələr, Rusiyaya iqtisadi sanksiyalar yetərli olar ki, gerçək iqtisadi sanksiyalar yetərli olar ki, Rusiya geri çəkilsin. Amma bu proses baş vermir. Baş vermirsə, deməli hələ bu prosesi aparanların özlərinin də başında yeni dünya düzəninin hara getdiyi, necə bir münasibətlər sistemi qurulduğu ilə bağlı bitkin bir plan yoxdur. Plan necə ola bilər? Onun izahını qoyun, qısa verin. Bizi akademik səviyyədə dinləyən insanlar mütləqa var bu cəmiyyətdə. Biz əvvəlki müsahibələrdəki rəylərimizdən də görürük. Baxın, yeni sənaye inqilabıdır. Bu yeni sənaye inqilabının öz bürokratiyası olmalıdır. Çünki, bax, süni intellekti təsəvvür edirsiniz, süni intellekt. Artıq siz baxanda sosial şəbəkədə görürsünüz, süni intellektin videoları ilə gerçək videoları biz ayırmamağa başlayırıq artıq. Bu nə deməkdir? Bu deməkdir ki, həqiqət anlayışı özü mübahisələndirilməyə başlayacaq. Həqiqət nədir? Bu gerçəkdirmi? Və sabah götürəcəklər istənilən adamın çox nüfuzdan salan
oxşar bir videosunu düzəldəcəklər süni intellektlə, yayacaqlar kütləyə, adiləşəcək. Və yeni bir mədəniyyət qurulmalıdır, yeni bir baxış yaranmalıdır. Çünki yeni bir dünya gəlib. Əvvəlki sənaye inqilabları dünyanı çox dəyişə bilmirdi. Bu sənaye inqilabı dünyanı çox dəyişir. Yeni bir gənclik gəlir, sosial media insanların birbaşa həyatının mərkəzi olur. Orada sosiallaşırlar, elektron bir kimlik qazanırlar. Bu elektron kimliyin davranışları həm iqtisadi həm sosial münasibətlər sistemidir. Artıq biznes də ora gəlir. Bütün əyləncə də ora gəlir. Bütün faktorlar, səhiyyəsi, təhsili, bütün hər şey gəlir bu texnologiya. Bu texnologiya təbii ki, yeni insan yaradır və yeni bürokratiya yaranmalıdır, yeni siyasət yaranmalıdır. Təbii ki, yeni də beynəlxalq münasibətlər sistemi yaranmalıdır. Burada biz mütləq bu cür efirlərdən istifadə edib, sizin kimi də sənədli filmləri peşəkar şəkildə çəkə bilən, orada o bariton səslə onu səsləndirəndə faydalı olan Ləman xanım bilməlidir ki, biz bu yeni dünyada mütləq bu dediyimiz bu sanal, digital, bu elektron ki bu dünyada biz peşəkar çəkilişlərlə, peşəkar yanaşmalarla toplumumuzu maarifləndirməliyik, yeni dünyaya hazırlamalıyıq. Bizim insanı biz yeni dünyaya hazırlamalıyıq. Çünki yeni dünyada çox fərqli bir rəqabət ortaya çıxacaq. Bu rəqabətin çıxmasından ötürü burada bizim məğlub olmamamız üçün ki bizim həyatımızın bir anlamı olsun. Fərd olaraq xilas olmaq rahatdır. Amma sən bir Azərbaycanlı Türk kimliyinə sahibsən, Azərbaycanlısan ən əvvəl, Azərbaycanlı. Yəni Türk məsələsi sonra gelir. Əsas Azərbaycan dövlətinin vətəndaşısan, sən gedib hansı ölkədə xoşbəxt olsan belə, sənə kiməsə işləsən belə, sən deyəcəklər ki, sən Azərbaycanlısan. Amma sənin öz ölkən güclü olsa, öz vətəndaşın güclü olsa, öz həyatın maraqlı olsa, bu gözəllikdir. Vətəndaşın güclü olmasa, rifah toplumu ortaya çıxmaz. Rifah toplumu ortaya çıxmasa, insanların başı işləməz. Başı işləməsə, yaxşı sənət nümunələri ortaya qoya bilməzlər. Yaxşı kəşflər eləyə bilməzlər. Maraqlı teatr yarada bilməzlər. Maraqlı bədii əsərlər yazanmazlar. Maraqlı film çəkə bilməzlər. Maraqlı siyasi partiya qura bilməzlər. Maraqlı ictimai qurum yarada bilməzlər. Həmkarlar təşkilatı yarada bilməzlər. İcmalaşa bilməzlər. Kültür ortaya çıxmaz. Sənin ölkən olar can sıxıcı, darıxdırıcı. Üstə gəl bizim Cənubi Qafqazda bizim iki qonşu ölkəmiz Ermənistan və Gürcüstan kiçik monoetnik demək olar, ölkələr adlandırmaq olar hər ikisini. İndi biraz Gürcüstanda çox etniklər çoxdur təbii ki, amma bütün hallarda orada Gürcü kimliyindən gedir söhbət. Səninlə bir rəqabətdədir. Bu yeni dünyanın yeni şərtlərində, məsələn Ermənistan hal-hazırda süni intellektlə bağlı, IT texnologiyalarla bağlı çox böyük investisiyalar yatırır. Amma biz ona adekvat deyilik. Bizim ölkəmizdə süni intellekt, informasiya texnologiyalarla bağlı rəqabətə biz hazır deyilik. Əsas da ona görə hazır deyilik ki, insanımızı gücləndirmirik. İnsanımızın güclənməsindən ötürü insanımız gerçəkdən güclü olmalıdır, oxumalıdır, araşdırmalıdır, tələb eləmək üçün də hökumətdən güclü olmalıdır. İnsan sual verməlidir, bu kainat nədir, bu galaktika nədir, bu yer kürəsi nədir, bu planetlər nədir, mən kiməm, insan kimdir, mən kiməm, mən niyə gəlmişəm və hara gedirəm, mən niyə gəlmişəm bu həyata, mən gəlmişəm, bir missiyam var, bu missiya nədir, onu indi Fazıl qısa kürəkəndə belə ifadə edir ki, deyir, azadlıq həqiqətin köləsi olmaqdır. Həqiqətin köləsi olan azadlığını Allahdan olar. Vicdanlı insanların, həqiqətin köləsi olan insanların fərqi yoxdur. Harada gördü? Bir haqsızlıq gördü, haqqın yanında duran vicdanlı insanların ki, sahib olur, bəlli bir rəqəm yarandır. O insanlar həqiqətin köləsidir. Həqiqətin köləsi olanın azadlığına Allah verir. Bu fəlsəfəni dərk edən bəlli bir faiz elita yaranmalıdır.